Deməli, biz uşaqlar plastik mübadiləni deməli danışdıq, fotosintez haqqında məlumatımızı verdik. Hal-hazırda enerji mübadiləsi haqqında məlumat verəcəyik. Ümumiyyətlə, hüceyrədə ATF sintezi və enerjinin deməli alınması 3 mərhələdə gedir. Tam diqqətiniz məndə olsun. Deməli, ATF-in sintezi və enerjinin ayrılması 3 mərhələdə gedir. Gəlin görək bu mərhələlər hansılardır? Bu 3 mərhələni deyək. Birinci mərhələ uşaqlar, deməli hazırlıq mərhələsidir. Diqqət. Birinci mərhələ oldu hazırlıq. İkinci mərhələ glikoliz, oksigensiz və yaxud deyə bilərəm anaerob. Deməli, glikoliz, indi danışacağıq hər biri haqqında. Glikoliz və yaxud oksigensiz mərhələ və yaxud anaerob proses, oksigensiz deyirəm axı. Üçüncü mərhələ isə oksigenli mərhələ və yaxud aerob proses qeyd edə bilərik. Danışaq birinci sizinlə hazırlıq mərhələsi barəsində. Bu üçünü silirəm. Deməli, danışırıq hazırlıq mərhələsində. Uşaqlar, hazırlıq mərhələsində birinci mərhələsidir və ayrı-ayrı fermentlərin təsiri nəticəsində mürəkkəb üzü maddələr sadə maddələrə qədər parçalanır. Məsələn, zülallar parçalanacaq amin turşularına qədər. Sonra mürəkkəb karbohidratlar, yəni polisaxaridlər parçalanacaq monosaxaridlərə və yaxud monosaxarid yerində biz qlikozda sözünü görəcəyik. Sonra mürəkkəb karbohidratlar dedik, parçalandı qlikozaya. Sonra lipidlər və yaxud yağlar parçalandı uyğun yağ turşularına, pilus gliserinə. Nuklein turşuları parçalandı nukleotidlərə. Yəni, hazırlıq mərhələsində nə baş verir? Bütün deməli üzü maddələr ən son nəticəsində monomerə qədər parçalanır. Zülalamin turşusuna, polisaxaridlər monosaxaridə və yaxud karbohidratlar glikozaya, yağlar, yağ turşuları və gliserinə qədər, nuklein turşuları nukleotidə qədər parçalanır və bu zaman enerji yaranır. Hazırlıq mərhələsində diqqətli olun. Hazırlıq mərhələsində enerji yaranır, amma heç bir halda enerji toplanmır. Ayrılan enerjinin hamısı istilik şəklində uçub gedir, ətraf mühitə yayılır. Birinci mərhələdə enerji yayılsa da, hamısı istilik şəklində ətraf mühitə yayılır. Yəni, heç bir halda enerji toplanmır. Keçirik biz sizinlə, deməli, hansı mərhələyə? Oksigensiz mərhələ və yaxud buna deyirlər glikoliz mərhələsi və yaxud buna deyirlər anaerob proses. Diqqətli olun, buna aid indi nümunələr göstərəcəm, necə suallar düşə bilər. Deməli, prosesdə adından göründüyü kimi oksigen qazı iştirak eləmir. Glikoz şirin deməkdir, lizis parçalanma deməkdir. Sitoplazmada baş verir. Hüceyrənin sitoplazmasında baş verir, oksigen iştirak etmir. Burada glikoza tam parçalanmır. Tam parçalanmadığına görə buna anaerob glikoliz və yaxud natamam parçalanma deyilir. Deməli, ikinci prosesin adı nə oldu uşaqlar? Glikoliz. Və yaxud buna biz nə dedik? Oksigensiz parçalanma, oksigensiz glikoliz və yaxud tam parçalanma getmədiyinə görə natamam parçalanma deyirik və qeyd edirəm, oksigensiz olduğuna görə anaerob parçalanma adlanır. Harda baş verdi uşaqlar? Hüceyrənin sitoplazmasında gedən prosesdir. İndi gəlin görək, nə baş verir, glikoza nəyə parçalanacaq. Deməli, baxırıq, görürük ki, burada, yəni glikoliz prosesində bütün heyvan hüceyrələrində və bəzi mikroorqanizmlərdə rast gəlinir. Mürəkkəb fermentasyon, ümumiyyətlə uşaqlar, canlıda hər hansı bir proses gedirsə, mütləq orada ferment iştirak eləməlidir. Fermentativ prosesdir. Yəni bütün proseslər ki var, canlı hüceyrədə gedir. Hamısı fermentativ prosesdir. Burada glikoza ilk nəticədə deməli parçalanır süd turşuna. Birinci reaksiyamızda verilməyib, amma sözlə deyə bilərik ki,
birinci 2 molekul piroizm turşusuna çevrilir. Sonra piroizm turşusu da deməli süd turşusuna çevrilir. Amma reaksiyamızda yalnız biz süd turşusunu yazacağıq. Baxın, C6H12O6 glikoza 2 mol ADF 2 mol H3PO4. İndi bax bu 2 mol H3PO4 sən mənə də görüm Aytaç 1 mol ADF 1 mol üzərinə H3PO4 gəlsəm nə əmələ gəlməlidir bu reaksiyadan? Burada ATF yaranır. Neçə mol? O da 1. Aferin, əla, əla. Amma indi bu reaksiyada görürsən ki, bax fikir ver, 2 mol ADF, 2 mol H3PO4 reaksiyaya girib. Belə çıxır ki, bunlar ikisi birləşəcək və 2 mol ATF əmələ gələcək. Aydındır. Deməli, reaksiyaya girən maddələr glikoza, 2 mol ADF, əzbər şəkildə hamıya bir-bir siz deyəcəksiniz, mən lövhədə yazacağam. 2 mol H3PO4 əmələ gəlir nə? Glikoza uşaqlar parçalanır 2 mol süd turşusuna. Süd turşusu C3H6O3'dür. Və glikozanın yarısıdır. Glikoza 180 qramdırsa süd turşusu 90 qramdır. Yəni hər dəfə bizə emer verməyəcəklər. Ümumiyyətlə biologiyada emer verilmir. Emeri özümüz tapırıq. Ona görə bir də hesablamayın. Glikozanın emeri 180 qramdır, süd turşusunun emeri 90 qramdır. 2 mol süd turşusu yaranır. 2 mol ATF yaranır, 2 mol H2O yaranır. İndi diqqətli olun. Bir də enerji ayrılır, 200 kilojol enerji ayrılır bu reaksiyadan. 200 kilojol enerjinin 40%, yəni 80 kilojolu ATF şəklində toplanır. 80 kilojol ATF şəklində toplanır. 120 kilojolu isə istilik şəklində ətraf mühitə gedir. Belə çıxır ki, elə də səmərəli proses deyildi uşaqlar. 200 kilojol enerjinin 200 kilojolda demək olar ki, yarısından çoxu ətraf mühitə gedir. 80 kilojol isə ATF şəklində toplanır. Aydındır. Sonra uşaqlar deyə bilərik ki, deməli burada nələr baş verir? Bitki hüceyrələrində və maya göbələyində glikoza oksigensiz yolla süd turşusuna deyil, etil spirtinə və karbon qazına ayrılır. Yadınızdadır, maya göbələyi dərsində biz bunu keçmişdik. Keçmişdik ki, C6, H12, O6 deməli qıcqırırdı nəyə? Etil spirtinə, 2 mol etil spirtinə və 2 mol karbon qazına. Və buradan da nə ayrılırdı? Enerji ayrılırdı. Yəqin ki, bu aydın oldu. Bir də ümumiləşdirirəm uşaqlar. Deməli, hazırlıq mərhələsində polimerlər monomerə parçalandı. Glikoliz və hazırlıq mərhələsində enerji ayrılsa da yalnız istilik şəklində ayrılırdı. Heç bir halda ATF şəklində toplanmırdı. Glikoliz ikinci mərhələdir. Adlarını deyirəm. Natamam parçalanma, glikoliz, oksigensiz, anaerob parçalanma adlanır. Və 1 mol glikozadan 2 mol süd turşusu yaranır. 2 mol ATF yaranır, 2 mol su yaranır və 200 kilojol enerji yaranır. 120 kilojolu istilik şəklində ayrılır. 80 kilojolu isə ATF şəklində toplanır. Və dedik, bitki hüceyrələrində və bəzi maya göbələyində glikoza oksigensiz yolla süd turşusuna deyil, etil spirti və karbon qazına parçalanır. Yəni bitki hüceyrəsində glikoza C2H5OH-a və karbon qazına parçalanır. Bu aydındırsa, indi sizinlə keçəcəyik oksigenli mərhələ. Oksigenli mərhələ glikolizin davamıdır. Eukaryot orqanizmin hüceyrələrinin mitoxondrisində baş verir. Mitoxondrinin daxilinə nə yaranmışdı? Glikoza süd turşusuna parçalanır. Tam parçalanma getmədi ki, tam parçalanmanın olması üçün karbon qazı və son nəticədə su yaranmalıdır. Amma fikir verin, deməli, bizdə yarandı 2 mol süd turşusu. Nə baş verir uşaqlar? Gəlin baxaq. Mitoxondrinin daxilində süd turşusu suyun iştirakı ilə parçalanmaya məruz qalır. Yəni 2 mol süd turşusu, 6 mol su ayrılır, 6 mol karbon qazı. Bax, fikir verin, 24 hidrogen. Nə deyirdim bayaqları fotosintezdə? Hidrogen atomunun qarşısında həm fotosintezdə, həm energetik mərhələdə 24 hidrogen atomu var. Yəni tənasibi quranda 24 ilə işləyəcək. Deməli, ayrıldı 24 hidrogen atomu. Alınmış karbon qazı membrandan ətraf mühitə çıxır. Çünki tənəffüs prosesidir. Sərbəst hidrogen atomu isə deməli
fermentativ yolla oksidləşir və hidrogen kationuna çevrilir. Yəni elektron verir, H müsbətə çevrilir və xüsusi kationları daşıyıcı fermentlərin köməyi ilə mitoxondrinin daxili membranının uşaqlar xaricində toplanır. Və deməli xarici müsbət yüklə yüklənir. Və nəticədə biz bilirik ki, bu tənəffüs prosesində nə baş verir? Daim oksigen qazı daxil olur. Hidrogenin itirilmiş elektronu kristlərin daxili səthində oksidaza fermentinin köməyi ilə oksigenlə birləşir və mənfi yüklü oksigen anionları əmələ gəlir. Deməli, oksidaza fermentinin işi nədir? Oksigeni oksidləşdirmək. Hansı prosesdə? Tənəffüs prosesində. Yəni, energetik mübadilənin 3-cü mərhələsində. Və oksigen atomu 2 elektron qəbul edir və oksigen mənfiyə çevrilir. Və nəticədə gedir toplanır harda? Daxili membranın daxilində. Bax, belə bir mənfi yük əmələ gəlir. Və nəticədə membranın hər iki tərəfində potensiallar fərqi yaranır. Və potensiallar fərqi 200 millivolta çatdıqda, yəni tam böhran səviyyəsinə çatdıqda, ATF sintetaza fermentinin kanaldan hərəkət edən yalnız kim idi? Hidrogen. Bax, diqqətli olun. Hər iki prosesdə, hər iki fotosintezdə də, energetik mübadilədə hər ikisində hərəkət edən hidrogendir. Burada ATF sintetaza fermenti proton kanalı deməli fəaliyyətə keçir və hidrogenlər daxili membranın xaricindən daxilinə doğru nə edir? Hərəkət edir, keçir. Aydın oldu? Və yüksək enerji səviyyəsi yaradır. Bu enerjinin çox hissəsi ATF-in sintezinə sərf edilir. Hidrogen protonları aktiv oksigenlə qarşılıqlı təsirə girərək molekulyar oksigen və su molekulunu əmələ gətirir. Bu belə uşaqlar. Sonra ATF sintetaza kanalından 24 hidrogen protonu keçdikdə, gəlin görək nələr baş verəcək. Reaksiyanı deyirik. 2 mol süd turşusu ümumiləşdiririk. 6 mol karbon qazı, 36 mol ADF, 36 mol H3PO4 yaranır nə? 6 mol karbon qazı, 36 mol ATF və 42 mol su. Plus uşaqlar, deməli burada ayrılacaq 2600 kilojol enerji. Deməli oksigenli mərhələdə neçə kilojol enerji ayrılır? 2600 enerji ayrılır. 2600 kilojol enerjidən 1440 kilojolu ATF şəklində toplanır. 1160-ı isə uşaqlar istilik şəklində ayrılır. Ümumi tənliyini qeyd elədik biz. Bəs tam parçalanmasının yekun tənliyi nədir uşaqlar? Bu tam parçalanma deyəndə həm oksigenli, həm oksigensiz mərhələni cəmləyirlər. Fikir verin, 1 mol glikoza, 6 mol oksigen, 38 ADF, bayaqlar 36 ADF demişdi yaxı, 2 molu da oksigensiz mərhələdə üzərinə gəldim. H3PO4-də 36-sı oksigenlidən 2 molu oksigensizdən oldu yenə 38. Əmələ gəldi 38 ATF, ikisi oksigensizin, 36-sı oksigenli mərhələnin, 6 mol karbon qazı və 44 molekul sudan 42-si oksigenli mərhələnin, 2 isə oksigensiz mərhələnin. Və uşaqlar ümumilikdə tam parçalanma zamanı 2800 kilojol enerji ayrılır. Bu 2800 kilojol enerjidən 1440 plus 80, yəni 1520 kilojolu ATF şəklində toplanır. Deməli, 1160 plus 120, 1280 kilojolu isə deməli istilik şəklində ayrılır. Bu da oldu glikozanın yekun tam parçalanmasının yekun tənliyi. Aydındır uşaqlar. Bura qədər öyrənirik. Bircə dərsimiz qaldı biokimyanın bitməyinə, o da zülalın biosintezidir. Yəqin ki, gələn dərs məsələləri ilə birlikdə izah eləyəcəm sizə. Və bircə dərsimizdə qalacaq. Tam sual-cavaba, sual-cavab nəzəriyyədən olmayacaq, yalnız məsələ ilə olacaq sual-cavabımız. Gələn dərs yox, digər dərsə yalnız hər bir uşağa 5 dənə məsələ.
Bununla da biz biokimiyanı yekunlaşdıracağıq. Testləri qalacaq, ontogenezi keçdikcə testlərini də verəcəm. Başlayırıq uşaqlar. İndi görək evə nə tapşırıq vermişəm və bizim problemimiz testdə nə olub.